Studiyamızın qonağı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Kadastr və Yer Quruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin ünvan şöbəsinin müdürü Rəna Vəliyevadır. Xoş gördük Rəna xanım. Xoş gününüz olsun. Çox uzun Çox sağ olun. Adı var. Adı var qurumunuzun və məlum olduğu kimi biz artıq ünvanlarla bağlı çox maraqlı mövzumuz olacaqdır bizim. Bildiyim qədər ünvanlarla bağlı yeni yanaşmalar tətbiq olunur. Ümumiyyətcə bu yanaşmaların tətbiqi zərurəti nədən yarandı? Köhnə qaydalarla təyin edilmiş ünvanlar Sovet dövründən qalan qaydalarla verilirdi. Yəni hər bir binaya nömrə verilirdi. Amma prezidentin fərmanına əsasən 2012-ci ildən yeni qaydalarla ünvanların təyin edilməsi ölkə üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olundu və bu günə kimi bu işləri biz davamlı olaraq həyata keçiririk. Yeni ünvan qaydalarının konsepsiyası dedikdə köhnə qaydalarda bina nömrəsi idi, yeni qaydalarda giriş ünvanıdır. Yəni hər bir girişin öz nömrəsi var. Bu nədən irəli gəlir? Həmən ünvanı, məkanı çatmaq üçün daha asan və daha tez yol ilə tapmaq imkanları verir. Bu da bilirsiniz ki, yəni təcili tibbi yardım, fövqəladə hallar və s. vətəndaşların taksi vasitəsilə hansısa məkana çatması üçün çox vacib bir məsələdir. Əlbəttə vacibdir, çünki bəzən görürdün ki, ünvanlar səhv düşürdü. Bir ünvanı vurursa məlum olurdu ki, həmin ünvan bir neçə bina o tərəfdədir. Bunun aradan qaldırılması üçün hansı işlər görülür? Yeni qaydalarla giriş hansı küçəyə daha yaxındırsa, ünvanı o küçə ilə verilir. Yəni yeni qaydalar belədir ki, küçənin başlanğıc nöqtəsindən sol tərəfə tək, sağ tərəfə cüt, davamlı olaraq hər bir girişə ünvan verilir. Misal üçün deyə bilərəm hökumət evinin. Hökumət evini hər 4 tərəfindən binanı 4 küçə əhatə edir. Və hər tərəfində girişlər var, qapılar var. Bəli. Əvvəl bir küçə ilə gedirdi onun ünvanı, Üzeyir Hacıbəyli küçəsi və küçənin digər tərəfində olan girişə, yəni binaya daxil olmaq üçün Üzeyir Hacıbəyli küçəsi ilə gəlib binanın başına dolanmaq lazım idi. Bəli. Yəni tapırsan, axtarırsan ki, bunun girişi hardadır. Amma indiki qaydalarda belədir ki, giriş hansı küçəyə baxırsa, o küçəyə ünvan bağlanır və bu ünvanı daha asanlıqla tapmaq imkanı verir. Yeni salınan masivlərlə bağlı sualım var sizə. Yeni masivlər salınır, orada aydın məsələdir ki, küçələr də əmələ gəlir və bu proses necə gedir sizdə? Yeni salınan masivlərə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən küçə şəbəkəsi standarta uyğun olan şəkildə yaradılır və yerli icra hakimiyyəti orqanlarına təşəbbüs kimi təklif olunur ki, o küçələr adlandırılsın. Çünki küçələrin, atsız küçələrin adlandırılması, adların dəyişdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Proses necə olur? Bizim tərəfdən təşəbbüs nədən irəli gəlir? Bəli. Həmin daşınmaz əmlaklara ünvanları təyin etmək üçün mütləq şəkildə küçə xətti olmalıdır, küçə adı olmalıdır. Biz ünvanları təyin edə bilərik, amma küçə adsız olduğuna görə həmən ünvanlar hüquqi status ala bilmir. Bilirsiniz ki, CBC FM Azərbaycan işğaldan azad olmuş ərazilərimizdə fəaliyyət göstərir və orada yayımlanır. Həmin ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda bu işlər nə yerdədir? Çox böyük qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdış dövlət proqramına uyğun olaraq bərpa və tikinti işləri yekunlaşdıqda daşınmaz əmlak obyektlərinin girişlərinə yeni qaydalarla ünvan təyin etmə işləri
mütəmmədi, mərhələli şəkildə və fasiləsiz həyata keçirilir. Və biz həmin ərazilərdə artıq Şuşa şəhəri, Xankəndi şəhəri və digər 10 rayon üzrə ünvan təyin etmə işlərini Statistikanı görürəm Bəli. qarşınızda. Bir dənə zəhmət olmasa bildirərdiniz hazırda. 2 şəhər 10 rayon üzrə hal-hazırda 846 nəqliyyat infrastrukturu üzrə 47814 giriş ünvanı və 15013 daxili ünvan təyin edilib. Daxili ünvan dedikdə, daxili ünvan mənzil deməkdir. Yəni binanın daxilindəki olan ünvanlar. Bəli. Əvvəl mənzillərə nömrələr davamlı şəkildə birinci girişdən, birinci blokdan, binanın birinci blokundan axırına kimi davamlı şəkildə verilirdi. Yeni qaydalarla o mənzili daha asan və tez tapmaq üçün hər bir mərtəbədə birinci mənzildən verilir. Soldan sağa. Yəni pilləkən qəfəsində durduqda soldan sağa birdən verilir. Yəni ünvanlar bu şəkildə verilir. Məsəl üçün Üzeyir Hacıbəyli küçəsi giriş 47, mərtəbə 5 və mənzil 1, 2, 3, 4-dürsə, məsəl üçün mənzil 3. Yəni bu mənzilin koordinatlarına o qədər dəqiq deyilir ki, artıq binanın qarşısında durub düşünmək lazım deyil ki, 115-ci mənzil görəsən hansı blokdadır, neçənci mərtəbədədir. Yəni bu da insan İnsanların işini asanlaşmaq üçündür. Məqsəd, yeni qaydaların məqsədi elə bundan ibarətdir. Çıxarışlarla bağlı sual vermək istərdim sizə. Deməli, çıxarışlardakı ünvanlar əsasən köhnə ünvanlardır. Onların yenilənməsi prosesi. Hal-hazırda çıxarışlarda həm yeni ünvan, həm də köhnə ünvan qeyd olunur. Bu proses hələ davam edir. Əgər əvvəlki illərdə alınan çıxarışda yalnız köhnə ünvan qeyd olunubsa, vətəndaş asan xidmətə ərizə ilə müraciət etməlidir və çox qısa bir zamanda 5 gün ərzində həmin elektron çıxarışda yeni ünvan qeyd olunur. Və yaxın gələcəkdə bu prosesdə elektron xidmətlə həyata keçiriləcək. Vətəndaş artıq fiziki olaraq asan xidmətə gedib ərizə yazmaq yox, elə MyGov üzərində həmin o sorğunu verə bilər və çıxarışlar dəyişilə bilər. Gəlin razılaşaq ki, bəzi hallarda hələ də o ünvan problemi qalmaqdadır. Xüsusən də xəritələrdə biz bunu görürük. Misal üçün Google Map-ı misal gətirə bilərəm. Küçə adına qədər səhv düşür. Bununla mübarizə necə aparılır? Demək, prezidentin fərmanına əsasən yeni qaydaların, ünvanların təyin edilməsi ilə yanaşı, yeni vahid ünvan sisteminin yaradılmasına fərman verilmişdir. Demək, ölkə üzrə vahid ünvan sistemi, ünvan reyestr informasiya sistemidir və bu sistemin məlumat bazası əsasında ünvan portalı yaradılıb. Ünvan portalı hamı üçün açıqdır və ünvan portalında qeyd edə bilərsinizmi onun belə deyək domenini? Ünvan portalı.az. Ünvan portalı.az. Bəli. Ünvan portalı.az-a daxil olduqda orada həm yeni ünvanlar, həm köhnə ünvanlar göstərilir və çox rahat, asan şəkildə bütün məlumatları orada əldə etmək olar. Yerli icra hakimiyyəti küçə adını dəyişdikdə, adsız küçələrə ad verdikdə sərəncamı dərhal bizə göndərir və biz də onu dərhal sistemə daxil edirik. Onlar da öz ünvan portalında öz əksini tapır. Ünvan portalının yeni forması ilin axırına, gələn ilin əvvəlinə veriləcək istifadəyə həmin ünvan portalında daxili ünvanlar da olacaq. Çünki hər bir vətəndaşı birinci növbədə maraqlandırır onun şəxsi ünvanı. Bəli. Yəni mənim yaşadığım mənzilimin köhnə ünvanı məsəl üçün 44 idi. Hal-hazırda 4-cü mərtəbə 1-ci mənzildir. Yəni bu da maraqlı bir məlumatdır. Əgər kimsə bilmək istəyirsə öz ünvanını, ünvan portalına daxil olaraq öz ünvanını qeyd edir. Köhnə ünvanını qeyd edəndə yeni ünvan göstərilir. Yeni ünvan daxil etdikdə köhnə ünvan göstərilir. Bəli. Aha, bəs bu xəritələrlə mübarizə dediyiniz, yəni müraciət eləmişsinizmi? Misal üçün
Google-a ki, sizdə filan ünvan düzgün qeyd olunmayıb. O barədə iş necə gedir o istiqamətdə? Mütəmadi olaraq bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məşğul olur və qısa bir zamanda ümid edirəm ki, yeni adlarda öz əksini tapacaq. Bir dənə soruşmaq istəyərdim, çox maraqlıdır. Əslində peşəniz maraqlı peşə olsa da o qədər də populyar deyil, razılaşaq. Bəli. Ümumiyyətcə, yeni davamçılarınızın yetişdirilməsi istiqamətində işlər necə gedir? Bakı Dövlət Universitetinin artıq 3 ildir Ekologiya və Torpaqşünaslıq fakültəsində ünvan işi fənni tədris olunur. Yəni diplom işləri bundan bağlı yazılır, müdafiə olunur, böyük bir maraqla qarşılanır, tədris olunur bu fənn. Buna qədər necə idi vəziyyət? Buna qədər ölkə üzrə dövlət standartı var. Demək, daşınmaz əmlakların ünvanların təyin edilməsi, nəqliyyat infrastrukturu obyektlərinin adlandırılması, ünvan lövhələrinin istehsalı və quraşdırılması 749 nömrəli standart var. Bu standarta əsasən ünvanlar təyin edilirdi və ölkə prezidentinin 590 nömrəli fərmanına əsasən. Yəni mütəxəssislər bu standartlara uyğun təlimlər keçirirdi və ondan sonra da təcrübə ilə bu işi həyata keçirirdilər. Amma qeyd etdiyiniz kimi artıq 3 ildir və onda növbəti ildə ilk buraxılışı gözləyirik də biz. 4-cü kursda keçirilir, bir də magistraturada. Hətta 3 ildir belə bir mütəxəssislərimiz var artıq. Artıq var. Bəli. Çox gözəl. Təbrik edirəm işlərinizdə. Çox sağ olun. Uğurlar arzulayıram sizə. Minnətdaram. Xatırladım ki, studiyamızın qonağı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Kadastr və Yer Quruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin ünvan şöbəsinin müdiri Rəna Vəliyeva idi. Bununla da iqtisadi həftə verilişi sona çatır. Bizim CBC FM Azərbaycan YouTube və Facebook səhifələrimizə abunə olmağı unutmayın. Sağ olun.